Salamlar, hər birinizi xoş gördük. Bugün sizlə bir yerdə artıq yenidən davam edirik. Deməli, riyaziyyat məsələləri, ibtidai sinif riyaziyyat müəllimləri, sertifikasiya imtahanına və imtahanına hazırlaşan müəllimlər üçün buradan mövzu izahlarına baxmağa. Mən baxdım, burada qəşəng məsələlər var. Ona görə sürət məsələlərindən birinci ümumi anlayışlar olan məsələlərdən başlayırıq. Lakin mövzuya başlamazdan öncə mən istəyirəm ki, bir neçə qaydada xatırlatma eləyək. Deməli, sürət məsələlərinin hər birində deməli S bərabərdir V vurulsun T düsturlarından istifadə edəcəyik. Bir neçəsini yazacağım. Burada S yol deməkdir, V sürət deməkdir, T isə zaman deməkdir. Əgər mən buradan sürəti tapmaq istəyirəmsə, yolu zamana bölməliyəm. Əgər zamanı tapmaq istəyirəmsə, yolu sürətə bölməliyəm. Hər bir halda burada tapdıqda, deməli bizdə ümumi sadəcə yol sürətlə zamanın həllinə bərabərdir. Həm sürəti tapanda yolu zamana bölmək lazımdır, həm də zamanı tapanda yolu sürətə bölmək lazımdır. Bununla davam edirik. Baxırıq birinci suala. Sürəti 5 km/saat olan qatar 2 saatda neçə kilometr yol gedər? Sürəti 5 km/saatdır. Deməli, V bərabərdir 5-dir. 2 saata T bərabərdir 2 saatda nə qədər yol gedər? Yolu tapmaq üçün sürəti zamana vurmaq lazımdır. Sürət 5-dir, zaman 2-dir. Deməli, 10 kilometr yol gedər. Sürəti 3,5. Deməli, sürəti bərabərdir 3,5-ə. Bir maşın 40 saniyəyə, T bərabərdir 40 saniyəyə neçə metr yol gedir? Baxıram, metr, saniyə, metr, saniyə. Mütləq ifadədə hər biri eyni vahidlər olmalıdır. Fərqli vahidlər olduqda biz çevrilmə aparmalıyıq. 3,5 40. Yolu tapmaq üçün yenə sürəti zamana vurmalıyam. Yəni 3,5-i vurmalıyam 40-a. 3,5-i, yəni 35-i 40-a vurduqda alınır 1400. Burada vergüldən sonra bir dənə rəqəm var. Vergüldən sonra bir dənə rəqəm. Cavab alınır. Deməli, 140 metr yol gedər. Sürəti 50 metr dəqiqə olan bir uşaq yolda qaçır və uşaq 150 saniyəyə neçə metr yol gedir deyir bizə. Deməli, sürəti bərabərdir 150 metr bölünsün dəqiqəyə. Metr, dəqiqə, metr. Baxıram ki, burada saniyə verib zamanı. Zamanı verib, səhv yazdım. 50. Zamanı verib 150 saniyə. Amma mənə dəqiqə lazımdır deyə, axı 1 saniyə 60 dəqiqədir. Mən bölürəm bunu 60-a ki, dəqiqəyə çevirim. Bir daha deyirəm, 1 dəqiqə 60 saniyədir. 1 saniyəni dəqiqəyə çevirmək üçün 60-a bölməliyik. Bölürəm 60-a, sıfırlar hər ikisindən ata bilərəm. 15-i də 6-ya böləndə alınır 2,5. Deməli, sürətim 50-dir, zaman 2,5-dir. Yolu tapmaq üçün sürət 50-ni vurmalıyıq zaman 2,5-ə. 50-ni 25-ə vuranda eləyir 1250. Burada vergüldən sonra bir dənə rəqəm var. Bir dənə rəqəm alınır 125 metr yol gedər. Davam edirik. Bakıdan Sabirabada qədər olan məsafə, baxıram. Deməli, kilometr, kilometr, saat, saat. Kilometr, kilometr, saat, saat. Olan məsafə, yəni yol 180-dir. 180-dir. Sürət 60-a bərabərdir. Və bizdən də zamanı soruşur. Zamanı tapmaq üçün yol 180-i bölməliyik sürət 60-a. O da olacaq. Deməli, 60 sürətdən 3 saata gedər. Baxırıq 5-ciyə. 400 kilometrdir. Bizdən yenə diqqət edirəm vahidlərə 400 kilometr. 400 kilometr, 100 kilometr saat neçə saata gedər deyir bizə. Biz yenə sürəti tapmaq üçün yol 400-ü bölməliyik 100-ə. Onda deməli 100 sürətlə neçə saata gedər? 4 saata gedər. Qatar 5 saata 300 km yol qət etmişdir. Sonra sürətini saatda 20 km azaltmış. Deməli, qatar yazıram ki, bunun əvvəlki sürəti olub. Birinci cümləyə baxıram. 5 saata 300 km gedib. Deməli, 300 km yolu 5 saata gedibsə, deməli, neçə sürətdən gedib?
60 sürətdən. Ondan sonra nə edib? Sürətini 20 km/saat azaldıb. Yəni sürəti 60 idi, saatda 20 azaldıb. Nə qədər olub? 40 və qalan məsafəni də 3 saata gedib. Deməli, yerdə qalanın da 40 sürətdən 3 saata gedib. Yəni 120 kilometr gedib. Əvvəl 300 kilometr gedibmiş, sonra da 120 kilometr gedib. Ümumi nə qədər gedib? 420 kilometr gedib. Maşın 3 saata 270 kilometr yol qət etmişdir. Yol sürət bərabərdir. Birinci cümləyə baxıram. Sürəti tapmaq üçün 270-i bölürəm zamana, alınır 90. Deməli, bunun sürəti olub 90. Ondan sonra nə edib? Növbəti sürətdə 3 dəfə azaldıb. Yəni 90-ı 3 dəfə azaldıb, 30 sürətdən gedib. Neçə saata? 4 saata yol gedib. S bərabərdir 30 sürətdən 4 saatda gedib 120 kilometr getmiş olub. Deməli, cəmi əvvəl 270 kilometr getmişdi. Sonra əlavə də 30 sürətlə 120 kilometr gedir. Ümumi 270 üstəgilə 120, ümumi 390 kilometr yol getmiş olub. Gəlirik bax indi bura. Deməli, burada baxıram. Kilometr saatdır, 15 saniyədir, bizdən metrini soruşur. Deməli, burada mən tövsiyə edirəm ki, vahidlərlə işləyək. Necə? Bax, bunun sürəti nədir? Hamısını eyni vahidə gətirəcəm. Kilometri metrə gətirəcəm, saatı da saniyəyə gətirəcəm. Bax, yazıram 72. Bu nədir? Kilometr bölünsün saatdır. Yuxarıdakı kilometr yazıram 1000 metr. 1000 metr. Aşağıdakı saatı 1 saat 60 dəqiqə, 1 dəqiqədə 60 saniyə. Vurulsun əlavətən 60 saniyə yazıram. İndi diqqət edin. Bax, bu mənim sürətimdir. Bəs zamanım nə qədərdir? 15 saniyədə hesablamıram. Məndən yolu soruşur deyə, yolu tapmaq üçün sürəti, yəni 72 vurulsun 1000 bölünsün 60 vurulsun 60-ı vururam 15'e. Bir daha deyirəm. Kilometri yazdım 1000 metr. Ondan sonra saatı 1 saat 60 dəqiqə, 1 dəqiqədə 60 saniyə. Yəni 1 saat 3600 saniyədə. Onu da yazdım 3600 saniyə. Belə yazdım. Ondan sonra hesablayıram. Yəni sürətimi olduğu kimi yazdım. Sürət budur. Zaman da 15 saniyədə yazdım. İndi başlayıram hesablamalar aparmağa. Deməli, hesablayıram. Yuxarıdan 2 0, aşağıdan 2 0 silirəm. Yuxarıda sürətdə və məxrəcdə eyni sayda qədər 0 varsa silə bilərik. Ondan sonra baxıram. 6-nı 6-ya bölürəm 1, 72-ni 6-ya bölürəm 12. 6-nı 6-ya bölürəm 1, 12-ni 6-ya bölürəm 2. Burada 2. Baxıram, nə qaldı? Qaldı 2, vurulsun 10, 20, vurulsun 15. Alınan nə edir? Bərabər olur 300-ə. Deməli, neçə metr yol getmişdir? 300 metr yol gedər. Qalmadı orada. Qalmadı. 9-cu suala baxırıq. Nəsə video gəldi. Deməli, 9-cu sualda saniyədə 2,5 metr gedəm. Saniyədə 2,5 metr gedir. Diqqət edin. Bax, saniyədə 2,5 metr gedirsə, yəni 1 saniyədə 2,5 metr gedir. S bərabərdir 2,5 metr gedir. Bizə deyir ki, gedən bir insan 30 dəqiqədir. Deməli, zamanım nə qədərdir? 30 dəqiqədir. Lakin mənə dəqiqə yox, 30 vurulsun. Dəqiqə yox, şey lazımdır. Bizdə dəqiqə. Mənə 1 dəqiqə 60 saniyə. Bu lazımdır. Yəni 1800. Deməli, 2,5 metr 1800 saniyə. Amma bizdən bunun kilometrajını soruşur. Yox, düz demədim. Bir dəqiqə dayanın. Karışdırdım. Düz dedim də. Düz dedim. Sürətini tapmalıyam da, düz dedim. 30 vur 60 yazdıq. Yəni 1800 saniyə.
saniyə. Deməli, 1 saniyədə 2.5 metr gedirsə, bunun 1800 saniyədə nə qədər getdiyini tapmaq üçün, əgər bu saniyədə 2.5 metr gedir deyirsə, belə bir cümlə deyirsə, 1 saniyədə 2.5 metr gedirsə, deməli bunun sürəti 2,5 metrdir. 2,5 metr bölünsün saniyədir. İndi bizdə də deməli biz yolu tapmaq istəyiriksə, yəni hansı yolu? 1800 saniyədə getdiyi yolu. Deməli 1 saniyədə 2,5 gedirsə, 2,5 gedirsə, bizə 1800 saniyədə gedilən yol lazımdır. 1 saniyədə 2,5 1 saniyədə 2,5 sürətlə gedir. 1800 saniyədə nə qədər yol getdiyini tapmaq üçün 1800-ü vurmalıyam 2,5-ə. Alınacaq bu metrlə. Lakin mənə kilometr soruşduğu üçün mən metri kilometrə çevirmək üçün əlavətən bir minə də bölməliyəm. İndi 2 0 buradan, 2 0 buradan gedir. Aşağıda qalır 10. Yuxarıda da qalır 18 vurulsun 2,5 bərabərdir. Aşağıda 10. İndi görək 18-i 2,5-ə vuranda nə eləyir? Aşağı sinifdə yoxdur da, tənasüblə daha rahat yazmaq olar. Amma məncə tənasüb lazımdır. Yazarıq istəsəz tənasüblə də. 18-i 2,5-ə vuranda 50, 450 eləyir, 45 eləyir. Və 18-i 2,5-ə vuranda eləyir 450. Eləyir 450. Vergüldən sonra bir rəqəm var. O da eləyir 45,0. 45-i də 10-a böləndə eləyir 4,5. 4,5. Bunu belə də eləmək olar. 1 saniyəyə 2,5 metr gedirsə bu adam. Bəs 1800 saniyəyə nə qədər gedir deyəndə çarpaz vururuq. Tapırıq ki 45. Sonra 45-i də bölürük o yox, bunda şey eləyəcək onda. 4500 də bölürük 1000-ə, kilometrə çevirmək üçün 4,5. Nəsə qarışıq gəldi. Deyəsən, yaxşı izah eləmədim. Yaxşı, növbətinə baxaq. Başa düşməsəz, növbəti videolarda bir də izah edirəm. 1 saatda 9 kilometr gedir bir nəfər. Deməli, bax, diqqət edək. 1 saatda 9 kilometr gedir. 1 dəqiqəyə neçə kilometr gedər deyir bizə. 1 dəqiqəyə neçə kilometr getdiyini soruşur. İndi bizdə 1 saata metrini soruşur. Metrini soruşur. İndi 1 saata 9 kilometr gedirsə, mən bunu dəyişirəm. 1 saat 60 dəqiqədə eyni vahidə gətirirəm, dəqiqə. 9 kilometrdə 9000 metrdir. 9000 metr. İndi baxıram qırmızı ilə yazdığıma. Əgər 60 dəqiqədə 9000 metr gedibsə, o zaman bunun sürəti 9000 bölünsün 60-dır. Düzdür? Yolu bölməliyəm zamana. Sıfırlar hərəsindən birini silirəm. 900-ü 6-ya böləndə eləyir 150. Deməli, mənim sürətim 150 imiş. Deməli, sürətim 150-dir. Bəs 1 dəqiqəyə nə qədər gedirəm? 1 dəqiqəyə nə qədər getdiyim üçün 1 dəqiqənin zamanı vururam sürət 150-yə. Deməli, nə qədər gedərəm? 150 metr gedərəm. Gəlin, bayaqkını da formada yazaq. Eyni vahidlərə gətirərək də. Deməli, saniyədə 2,5 metr gedir bu adam. Mən də yazacağım dedik kimi. Deməli, 1 saniyədə 2,5 metr gedir. 2,5 metr. Deyir ki, 30 dəqiqədə neçə kilometr gedir? Neçə kilometr? İndi baxıram. Mən birincisi dəqiqəni çevirirəm saniyəyə. Bax, dəqiqəni çevirirəm saniyəyə. Eləyir 1800. Deyir ki, 1800 saniyədə neçə kilometr gedir? Bizdən kilometr sorur. Sonra baxıram qırmızı ilə yazılanı. Qırmızı ilə yazılanda tapıram ki, görün mənim sürətim nədir? Sürəti tapmaq üçün
Sürət tapmaq üçün yol 2,5-i, yol 2,5-i bölürəm zaman 1-ə. Alınır sürətim 2,5. Deməli, mən 1 saniyədə 2,5 sürətdən gedirəmsə, 1800 saniyədə nə qədər yol getdiyimi tapmaq üçün, yolu tapmaq üçün zaman 1800-ü vurmalıyam 1 saniyədə getdiyim sürətə. Bunu buna vuranda alınır 4500. Deməli, 4500 metr gedirəm. Amma mənə kilometr lazımdır. 4500 metrə də çevirirəm kilometrə. 1000-ə bölürəm. 2 0, 2 0 silirəm. 45-i də 10-a böləndə eləyir 4,5. Bu izah daha qəşəngdir. Sürəti 80 km/saat olan qatar 9 saata gedəcəyi yerə çatır. Deməli, o zaman yol nə qədərdir? Sürəti 80-i vururam zaman 9-a. Deməli, yol 720 kilometrdir. Deyir, qaydanda, geri qaydanda eyni yolu 12 saata qət eləyir. Deməli, yeni yol 720 kilometrdir. Amma gec qayıdır. 12 saata qayıdır. Onda sürəti tapmaq üçün 720-ni bölürəm 12-yə, alınır 60. 60 sürətlə gedir. Qatarın qayıdarkənki sürəti nə qədərdir? 60-a bərabərdir. Gəlin indi daha fərqli yazaq. Necə yazaq? Hər biri üçün ayrı qayda tərtib edirəm. Deməli, birinci cümləyə baxıram. Avtomobil gedərkən 400 yolu var imiş, 400 kilometr məsafəni. Zaman da 8 imiş. Onda sürət bərabərdir. 400-ü bölürəm 8-ə. Deməli, hansı sürətdən gedib? 50 sürətdən gedib. Sonra deyir ki, qayıdarkənki sürətini 30 deyir artırdı. Sürəti nə qədər olub? 80. Yol nə qədərdir? Yol yenə 400-dür. Sürət nə qədər olub? Olub 80. Zamanı tapmaq üçün 400-ü bölürəm 80-ə. Alınır nə qədər? 5. Deməli, nə qədər vaxta? Yox, deməli, nə qədər vaxta qayıdar? 5 saata qayıdar. İndi baxın, birinci hissəni gedəndə 8 saat vaxt sərf eləyib, qaydanda 5 saat vaxt sərf eləyib. Ümumi nə qədər vaxt sərf eləyər? Bizdən bütün yolu deyil. Avtomobil bütün yola nə qədər vaxt sərf etdi? 13 saat vaxt sərf etdi. Yəni, get-gəli deyirdim. Buranı təmizləyək. Deməli, saatda 120 kilometr yol gedən bir maşın 45 dəqiqədə neçə kilometr yol gedir? Deməli, saatda 120 kilometr yol gedir. Saatda 120 kilometr yol gedir. Saatda 120 kilometr. Bu formada cümlə görsə, saatda 120 kilometr. Yaxşı, gəlin belə yazaq. Deməli, 1 saata 120 kilometr yol gedə bilir. Bizə deyir ki, 45 dəqiqəyə nə qədər yol gedər? Nə deyir? Kilometrdir. Kilometrdir. Mən indi birinci hissəni dəyişirəm. 1 saat nə qədərdir? 60 dəqiqədir. 60 dəqiqədə, deməli, 120 kilometr gedirsə, bunun sürətinin nə qədər olduğunu tapmaq üçün, dəqiqədə nə qədər olduğunu tapmaq üçün yol 120-ni bölürəm zaman 60-a, alıram 2. Deməli, bunun dəqiqədəki sürəti 2 imiş. Deməli, keçirəm ikinciyə, bura, yol yazıram, bərabərdir. Onda 45 dəqiqəyə 2 sürətdən nə qədər yol gedər? Bəli, 90 kilometr yol gedər. Deməli, 4,3 kilometr yolu 50 saniyəyə gedib. Yazıram ki, 50 saniyə, deməli, 4,3 kilometr gedir. Sonra deyir ki, 2də 1 dəqiqə neçə saniyədir? Gəlin, bunu da yazaq da. 1 dəqiqə 60 saniyədirsə, 60 saniyənin 2də 1-ini bizə deyir. Yəni, 30 saniyə. Deməli, 30 saniyədə nə qədər gedəcəyini soruşur. 30 saniyədə onda nə qədər gedər? Kilometr, metr nədirsə də, indi cavab nə verəcək bilmiyorum.
Deməli, 50 saniyədə 4də 3 kilometr gedirsə, variantlarda görürəm ki, kəsir yoxdur. Ona görə kilometri də çevirirəm. 4də 3, 1 kilometr 1000 metrdir. Vururam 1000-ə. Deməli, nə edirəm? 1000-i vururam 3-ə, 3000. 3000-i bölürəm 4-ə, eləyir 750. Deməli, bu nə deməkdir? 750 metr deməkdir. İndi baxın, 50 saniyəyə 750 metr gedirsə, bunun sürəti nə qədər olur? 750-ni bölürəm 50-yə bərabər olur nə qədər? 15. Onda bəs 30 saniyəyə nə qədər yol gedər? Deməli, 30 saniyəyə 15 sürətdən nə qədər? 450 metr yol gedir. Baxacağım növbəti suala. Deməli, 120 kilometr məsafəni 5də 4 saata gedən bir maşın sürəti necə? Baxıram ki, vahidlər nədir? Kilometr, kilometr say, kilometr say. Sonra sürətini soruşur bizdən. Deməli, sürəti tapmaq üçün yol 120-ni bölməliyik zaman 5də 4-ə. Ədədi kəsrə bölüləndə vurmaya çevrilir. 5də 4 də tərsinə çevrilir. Olur 4də 5. İndi burada 120-ni vururam 5-ə 600. 600-ü bölürəm 4-ə. Eləyir 150, deməli sürətdən gedər. Sürəti 60 km/saat olan bir maşın 1 saat 15 dəqiqəyə ərzində neçə kilometr yol gedər? Deməli, bunun üstündə bir dəyişiklik eləmək istəyirəm. Yəni 1 saat 15 dəqiqə nə deməkdir? 1 saat 60 dəqiqədir. Əlavətən də 15 dəqiqə eləyir nə qədər? 75 dəqiqə. 75 dəqiqə. Bizə amma saat lazımdır deyə mən 75 dəqiqəni saata çevirmək üçün 75-i bölməliyəm 60-a. Deməli, bu 60-da 75 saat olacaq. Bir daha deyirəm. Biz dəqiqəni saata çevirəndə 1 saat 60 dəqiqədir, 60-a bölürdük də, düzdür? Burada da bölürəm 60-a. Olur 60-da 75. İndi bizdə deməli sürətim 60-dır, zaman 60-da 75-dir. Yolu tapmaq üçün sürət 60-ı vururam zaman 60-da 75-ə. 60-da ixtisar gedir, alınır. Deməli, neyniyə 75 kilometr yol gedir. Deməli, sürəti 80 km/saat olan 45 dəqiqə deyir bizə. Deməli, biz dedik ki, 45 dəqiqə nə deməkdir? 60-da 45 saat deməkdir. Çünki dəqiqəni saata çevirəndə nə edirik? 60-a bölməliyik. 60-da 45, sonra davam edirik. 80 sürətlə gedir. Deməli, sürətim 80-dır, yol tapmaq istəyirəm. Zaman da 60-da 45-dir. Sürəti vururam yola. Sıfırlar gedir. 8-i 45-ə vururam, olur 360. 360-a da 6-ya böləndə verir 60. Deməli, neçə kilometr yol gedərəm? 60 kilometr yola gedərəm. Deməli, baxıram 18-ci suala. 2 saat 20 dəqiqə. Bax, 2 saat 20 dəqiqə. 1 saat 60 dəqiqədir. 2 saat 2-dən 60-dır. Əlavətən də 20 dəqiqə. Nə verir? 140 dəqiqə verir. Amma mən dəqiqədən işləmirəm deyə bunu yazıram. Dəqiqəni saata çevirmək üçün bunu yazıram 60-da 140 saat. Deyib ki, kəsirlə yazıram da. İndi sürətim 90-dır. Vururam bunu zamana. Məndən yolu soruşur. Sıfırlar gedir. 210. Elə bir ki, eləyir 1260. 6-ya da böləndə deməli 210 kilometr yol gedər.
Sürəti 100 km/saat olan maşın 3 saat 45 dəqiqə ərzində neçə kilometr yol gedər? Yenə 3 saat 45 dəqiqə. 3 saat nədir? 3 dənə 60. Əlavə də 45 dəqiqə. 3 60 180 üstünə də 45 gələndə eləyir 225 dəqiqə. Amma mənə saat lazımdır deyə mən 225 bölü 60 yazıram. 60-da 225 saat. Çünki bir daha deyirəm. 1 saat 60 dəqiqədir. Dəqiqəni saata çevirmək üçün 60-a bölmək lazımdır. İndi mənim sürətim 100-dür. 100-dür. Zamanım da 60-da 225-dir. Yolu tapmaq üçün vururam bir-birinə. Sıfırları pozuram. 2250. 2250-ni də 6-ya böləndə eləyir 375 kilometr. Baxıram 20-ci suala. Piyada 5 kilometr neçə dəqiqəyə gedər deyir bizə. Piyada 5 km/saat sürətlə hərəkət edir. 250 metr məsafəni neçə dəqiqəyə gedər? Deməli 5 km/saatdır. Baxıram ki, bura metrdir. Yox. Deməli yolum 250 metrdir. Mən metri kilometrə çevirmək üçün 250-ni bölməliyəm 1000-ə. Vahid burada kilometrdir deyə kilometrə çevirirəm. Hərəsindən bir sıfır silirəm. 25, 100 bu kəsirlə yazıldıqda %25 və ya onluq kəsirlə 0,25 kilometr deməkdir. Deməli, sürətim 5-dir, yol 0,25 kilometrdir. Zamanı tapmaq üçün yol 0,25-i bölürəm 5-ə. Böləndə eləyir 0,5 nə? Saatla alıram. Saatla. Biz amma deyir ki, dəqiqəyə çevir. Deməli, 0,5. 1 saat neçə dəqiqədir? Bəli, 60 dəqiqədir. 5-i 60-a vuranda eləyir 300. Vergüldən sonra 2 rəqəm var. Vergüldən sonra 2 rəqəm var. Deməli, neçə dəqiqəyə gedər? 3. Baxırıq 21-ci suala. Deməli, biz 3 metr dəqiqə sürətlə hərəkət edir. 12 saniyədə neçə desimetr yol gedir deyir bizə. Deməli, biz 1 dəqiqə, 3 metr dəqiqə o deməkdir ki, biz 1 dəqiqədə 3 metr yol gedir. İndi gəlin bunu dəyişək. 1 dəqiqəni eləyək 60 saniyə. 60 saniyə. Metri də 1 metr 10 desimetrdir axı. Metri də eləyək 10 desimetr. Bizə deyir ki, bəs 12 saniyədə neçə desimetr yol gedər? Bilmirik nə qədər getdiyini. İndi gəlin bunun üzərindən sürəti tapaq. Sürəti tapmaq üçün biz 30 desimetri bölməliyik 60 santimetrə saniyəyə. Getdi bunlar 3-ü 6-ya böləndə eləyir 0,5. Təbii ki, yanına 0 gətirib vergül qoyuruq da 0,5. Deməli, bu sürəti 0,5 imiş. Onda digərinin üzərindən geçsək, yəni saniyədə 0,5 sürətlə gedirsə, biz yolu tapmaq istəyiriksə, zaman 12-ni vurmalıyıq sürət 0,5-ə, almalıyıq 6,0, yəni 6. Deməli, neçə desimetr yol gedər? 6 desimetr yol gedər. Maşın 60 km/saat sürətlə 100 km məsafəni nə qədər vaxta gedər? Biz zamanı tapmaq istəyiriksə, zamanı taparkən yol 100 km-i bölməliyik zaman 60-a. Sıfırlar buradan gedəndə qalır 6-da 10 saat. Biz 10, elə bil ki, bura 10-dur. Burada 6-dır. Bunu 6-da 10 kəsi kimi yaza bilərik. Və davam eləsək 6-da 10. 1 saat neçə dəqiqədir? Baxıram ki, vaxtlar dəqiqə ilə gedir də. 1 saat neçə dəqiqədir? 60 dəqiqədir. Yazıram saatın yerinə 60 dəqiqə. 6-nı 60-ı ona vururam. 600. 6-ya da bölürəm. Alınır 100 dəqiqə. 100 dəqiqə də nə deməkdir? 100 dəqiqə axı 60 dəqiqə plus 40 dəqiqə deməkdir. 60 dəqiqə 1 saatdır. 1 saat 40 dəqiqə və bu qədər.
23-cü sual. Maşın 90 km/saat sürətlə 195 km məsafəni nə qədər vaxta gedir deyir bizə. Deməli, biz əgər 195, yol 195-dir, bölməliyik sürət 90-a. 195-i 90-a bölmək, bunu kəsrlə 90-da 195 yazmaq deməkdir. 195 saat. İxtisar eləyə də bilərsə eləməyə. 90-da 195 saxlayıram. 1 saat 60 dəqiqədir. Saatın yerinə yazıram 60 dəqiqə. İndi bu elə bil ki 1-də 60 deməkdir. Yuxarıda bir 0, aşağıda bir 0 silirəm. 195-i vururam 6-ya, bölürəm 9-a. Deməli 6-nı 6-ya, 6-nı 3-ə bölürəm 2, 9-u 3-ə bölürəm 3, 3-ü 3-ə bölürəm 1, 195-i 3-ə bölürəm, eləyir 65. 65 vuraq 2 eləyir 130 dəqiqə. 130 dəqiqənin içində də 2 dənə 60 var, bir dənə də 10 var. Onda nə olacaq? 2 saat 10 dəqiqə, yəni bir saat 12 dəqiqəyə, deməli bax 1 saat 12 dəqiqəyə gedir. 1 saat 60 dəqiqədir. Üstünə də 12 dəqiqə, deməli 72 dəqiqəyə 120 km yol gedir. Gedən maşının sürətini kilometr saatla. Deməli bizə bunu saata çevirmək lazımdır. Biz bunu saata çevirəndə 60-da 72 yaza bilərdik də. Dəqiqəni saata çevirəndə 60-da 72 yazırdıq. İndi sürəti tapmaq üçün 120-ni bölməliyik zaman 60-da 72. Onda 120 olduğu kimi qalır. Kəsir tərsinə çevrilir. Bölmədən sonraki hər bir kəsir, hər bir bölmədən sonraki ədəd kəsir fərq eləmir, tərsinə çevrilməlidir. İndi 120-ni 6-ya vuranda, deməli 120-ni 62-yə vuranda 7200, 72-yə də böləndə alınır nə qədər? 100. Deməli sürət nə qədər imiş? 100 imiş. Deməli 2 saat 20 dəqiqə, 1 saat 60 dəqiqədir, 2 saat 2 dənə 60, 120, əlavə də 120 eləyir 140 dəqiqə. 140 dəqiqəni biz dedik ki 60-da 140 saat yaza bilərik. 140 dəqiqəni 1 saat 60 dəqiqədir, tərsinə çevirəlim. Və 350 kilometr yol gedir bu vaxtda. Bizə də kilometr saatı soruşur. İndi biz yolu sürəti tapmaq üçün yol 350-ni bölməliyik 60-da 140-a. Bu da 350 vurulmalıdır tərsinə, yəni 140-da 60-a. Mən nə edirəm? Yuxarıdan 1 0, aşağıdan 1 0 silirəm. 350-ni 6-ya vuranda eləyir, yəni ixtisar eləyir. 6-nı 2-yə bölürəm 3, 14-ü 2-yə bölürəm 7, 7-ni 7-yə bölürəm 1, 350-ni 7-yə bölürəm 50, 50-ni də 3-ə vururam, verir 150. 150, deməli sürəti 150 idi. Baxırıq 26-cı suala. "48 dəqiqəyə 60 kilometr yol gedirsə, deməli bunun sürəti nə qədər imiş? Zaman nə qədər imiş? 60-da 48 saat. Dedik ki, dəqiqəni saata çevirməliyik. Vahid saatla dedi. 1 saat 60 dəqiqədir, 60-a bölürəm. İndi yol 60-ı bölürəm, yol 60-ı bölürəm 60-da 48 zamana. Yolu bölürəm zamana ki, sürəti tapım. 60-da vurulsun. Kəsir mütləq tərsinə çevrilir. Olur 48-də 60. İxtisar eləyək. 60-ı 6-ya bölürəm 10. 48-i 6-ya bölürəm, verir 80. Yox, 8, çoxdur. 8. Ondan sonra 8-i 4-ə bölürəm 2, 60-ı 4-ə bölürəm 15, 15 vuraq 10, 150, 2-yə də böləndə sürət 75 idi. Baxırıq 27-ci suala. 25 metr saniyə sürətlə əsən külək 2 saat 6 dəqiqə ərzində neçə kilometr qət edər deyir bizə.
Deməli saniyədə, yəni 1 saniyədə nə qədər yol gedir? 25 metr yol gedir. Sürət bu deməkdir. 2 saat 6 dəqiqədə. 1 saat 60 dəqiqədə, 2 saat 120 dəqiqə, onda deyir 126. 126 dəqiqədə neçə kilometr gedər deyir bizə. İndi 1 saniyədə 25 metr gedirsə, mən bu saniyəni çeviririmmi dəqiqəyə? Şey eləyək də, bu dəqiqəni bir dəfə də çevirək saniyəyə. 126, 1 dəqiqə 60 saniyədir. Vururam 6-ya. Deməli, eləyir 7560 saniyə. Bunun saniyədəki sürəti 25-dirsə, mən yolu tapmaq üçün 25-i vurmalıyam. Zaman 7560-a ki, yolu tapa bilim. İndi 25-i vurmalıyam 7560-a. 25 vurulsun 7560. 25 vurulsun 7560 alınır 189 min metr. 189 min metrdirsə 189 min. Bizdən də vahid kilometri soruşur. 1 kilometr 1000 metrdir. Bölürəm 1000-ə. Burada elə əsas adam mincidən vahidlərin dəyişilməsidir. 189 yoxdur. Qayda standart qaydalardan bir şey yoxdur ki. Baxırıq 28-ci suala. Və o adamı çox yorur deyə. Məsələn, mən 10 dənə sualdan artığını izah eləyə bilmirəm də, getmir. 100 km saat sürətlə 21-23-dən 22-35-ə. Bunu tapmaq üçün 22-35-dən gəlin çıxaq 21-23-ü. Normal çıxılır elə 1 saat. Əgər qalıq lazım olsa buradan 1 saat 60 dəqiqə kimi verir. Ehtiyac yoxdur. 1 saat 12 dəqiqə. 1 saat 60 dəqiqədir. 12 dəqiqədə verir 72 dəqiqə. 72 dəqiqə. Mənə saat lazımdır deyə, axı vahiddə saatdır, sürətin vahidində. Onda biz bunu yazırıq 60-da 72 saat. Deməli mən 60-da 72 saat yol getmişəm. Neçə sürətdən? 100 sürətdən getmişəm. Nə qədər yol getdiyimi tapmaq üçün vurmalıyam. 0-ın biri buradan, biri buradan gedir. 72 vurulsun 10, 720. 6-ya da böləndə eləyir 120. Deməli 120 kilometr yol getmişəm. Baxıram 29-cu suala. Deməli, burada sürətim 80-dir, olan bir maşın ilə gedən Gövhər ilk öncə 3 saat dayanmadan yol getdi. Deməli, 3 saat 80 sürətlə nə qədər yol gedib? 240 kilometr yol gedib 3 saat. Ondan sonra deyir, yarım saat istirahət etdikdən sonra, yarım saat istirahətdən bura dəxil varmı, yoxmu? Yoxdur. Maşının sürətini 20 azaltdı. Deməli, mənim sürətim 80 idi, 20 azaldı. 20 azaldı, oldu 60. Deməli, mən 60 sürətdən də əlavə 2 saatda yol gedirəm. Yəni, 120 kilometr yol gedirəm. Burada istirahətin bizim məsələmizə dəxli yoxdur. Bəzi məsələlər var, dəxli var, bəziləri yox. Deməli, birinci dəfə 240 kilometr getmişəm. Sonra istirahət edib, sürətimi azaldıb, əlavə 120 kilometrdə yol getmişəm. Cəmi nə qədər yol getmişəm? Toplayıram, cəmi 360 kilometr yol getmişəm. Baxırıq 30-cu suala. Avtomobil 120 kilometr yolu 2 saata getdi. 120 kilometr yolu 2 saata getdisə, yol 120-ni bölürəm zamanı 2-yə, deməli sürəti olmuş 60. Avtomobil sürətini əvvəlki sürətin 5də 1-i qədər artırır. Deməli, 60-ın 5də 1-i qədər artırır. Yəni 60 vurulsun 5də 1. 60-ın 5də 1-i 60, 12. Həmən bu sürəti 12 qədər artırır. Nə qədər eləyir? Sürətini eləyir 72. İndi davam eləyirik. 72 sürətlə 72 sürətdən 15 kilometr. Deməli, bunu dəyişməliyik. Deməli, gəlin bunu dəyişək. Necə dəyişək? Deməli, mən saatda 72 kilometr yol gedirəmsə, 1 saat, bizdən saniyədən söhbət gedir də, 1 saat 60 dəqiqə, bir də 3600 saniyədə 1 kilometr 1000 metr 72 min metr gedirəm. Çünki məsələ dəyişir, saniyə metrə çevrilir.
İndi mən 3600 saniyədə 72000 metr gedirəmsə, onda 1 saniyədəki sürətim 1 saniyədə ya ümumiyyətlə də belə sürətimi tapmaq üçün nə etməliyəm? 72000-i bölməliyəm 3600-ə. 2 sıfır bundan silirəm, 2 sıfır bundan silirəm, olur 20. Deməli 20, 720-ni bölür 36, 20. İndi 20 sürətlə. Yəni 1 saniyədə 20 sürətim 20 imiş bunun sürəti. Onda bəs 15 saniyədə nə qədər yol gedər? 15-i də vururam 20-yə. O da eləyir 300 metr yol gedər. 300. Deməli baxırıq 31-ci suala. Sürəti 90 km/saat olan maşın 5-də 2 km yolu neçə saniyəyə gedir deyir bizə. Bizdə kilometr saat verib, kilometr verib. Biz deməli axırda saatı tapacağıq. Yəni nə edəcəyik? Zamanı tapmaq üçün 5-də 2 kilometri bölməliyik 90 km/saata, yəni sürətə. Zamanı tapmaq üçün yol 5-də 2 kilometrdir, bölməliyik sürətə. Bərabərdir. 5-də 2 olduğu kimi qalır. Bu əslində 1-də 90-dır, lakin bölməyə görə tərsinə çevrilir. Bölmədən sonraki demişdik, tərsinə çevrilir. Olur 90-da 1. Vurulduqda yuxarı 1, aşağı da 5 vurulsun 90 eləyir 450 nə olur? Olur saat. Bizdə saniyəyə çevir deyir deyə 1 saat 60 dəqiqə, 1 dəqiqə 60 saniyə, 60 vur 60, 3600, yəni 1 saat 3600 saniyə olur. Aşağıdan yuxarıdan bir sıfır silirəm. 360-ı da 45-ə böldükdə edir 8 alıram mən. 31-də cavab 8 olmalıdır, səhv etmirəmsə. Amma almışam. Nəyi səhv eləmişəm orada? Çünki bunun sürət 2 olmalıdır. Mən köksümədə səhv eləmişəm. Burada 8 alınır. Sürət 2-dir, vurulanda yenə sürət 2-dir. 45-i 360-a böləndə 8, 2-yə də vuranda 16 saniyəyə gedər. 300 metr dəqiqə ilə gedən maşın 12 saniyəyə neçə metr yol gedər? Bax, biz 12 saniyəni çevirməliyik. 12 saniyəni. 12 saniyə dəqiqəyə yazmalıyıq. Çünki vahid dəqiqədir. Çevirdikdə 60-da 12 dəqiqə olur. Deməli, indi baxıram. Yolu tapmaq üçün sürət 300 metr böl dəqiqəni, yəni 300-ü vurmalıyam zaman 60-da 12-yə. 60-ı 60-a bölürəm 1, 300-ü 60-a bölürəm 5, 5-i 12-yə vururam, olur 60 metr, cavab 60 metr olur. Baxırıq 33-cü suala. Avtomobil səhər saat 7:00-da yola düşdü. Onun sürətini tapın. 12:00-da gedəcəyi ünvana çatdı. Neçə saat yolda olub? Saat 7-dən 12-yə qədər 5 saat yolda olub. 400 kilometrdə yol gedib. 5-ə bölürük ki, sürətini tapaq. Deməli, yolda sürəti nə qədər olub onun? 80 olub. Velosipedçi 180 kilometr yolu 15 saata gedib, geri qaydanda isə sürətini. Deməli, 180 kilometr sürəti tapmaq üçün yolu 180-i bölürük zaman 15-ə. 180-i 15-ə böləndə düşür 12. Deməli, sürəti 12 imiş bunun. Geri qaydanda isə sürətin əvvəlki sürətin 1/4 qədər artırdı. Geri qaydanda da bunun 1/4 qədər artırır. 12-ni 1/4 vurmaq, 12-ni 1-ə vurub 12 4-ə bölmək 3-dür. Yəni sürət 12 idi, 3 qədər də 1/4 qədər, 3 qədər də artırır, sürətini eləyir 15. Deyir, bəs onda deyir nə qədər vaxt sərf eləyir? Qayıdarkən də yol 180-dir, dəyişmir. Bu dəfə sürəti 15-dir. Zamanı tapmaq üçün yol 180-i bölürəm. Sürətə alınır 12. Deməli, nə qədər yolda olub? Xeyri olsun. Çünki bizdə şərtdə deyir ki, 12 tapdıq. Bizdə şərtdə deyir ki, bu yolu gedib qayıtmağa nə qədər vaxt sərf elədi. Deməli, 15 saat yolu gedir, sonra 12 saat geri qayıdır. Ümumi nə qədər yol getmiş olur? 27 saat yol getmiş olur.
Sürəti saatda 120 kilometr olan avtomobil 3 saata nə qədər yol gedər deyir bizə. Neçə kilometr yol gedər? 120 kilometrdir. Sürəti tapmaq üçün sürəti deyir 120-dir. Bizə deyir ki, sürəti 120-dir. Deməli, sürəti bərabərdir 120-yə. Zaman 3-dür. Bizdən yolu soruşur. Yolu tapmaq üçün sürət 120-ni vurmalıyıq 3-ə. O da bərabər olacaq 360 olur. Neçə saata gedər deyir bizə. Yol 560. Zamanı tapmaq üçün yol 560-ı bölməliyik sürət 80-ə. O da böləndə bərabər olur 7-yə. 7 olur. Deməli, baxırıq 37-ci suala. Velosipedçi 4 saata 56 kilometr yol getdi. Sonra o həmin sürətlə daha 3 saat yol getdi deyir bizə. İndi baxaq. Burada 4 saata 56 kilometr yol gedibsə, deməli biz bunun sürətini tapmaq üçün yol 56-nı bölməliyik zaman 4-ə ki, sürətin 14 olduğunu tapaq. Sürət 14. Sonra deyir o həmin sürətlə daha 3 saat yol getdi. Deməli, nə qədər getdiyini tapmaq üçün təzədən 14 sürətlə 3 saat da yol gedir. Yəni 42 kilometr yol gedir. Birincidə 56 kilometr yol gedib. İkinci dəfədə 42 kilometr yol gedib. Bizə deyir ki, cəmi deyir nə qədər yol gedib. 56 üstə gəlir 42 bərabərdir 98 olur. Baxırıq 38-ci suala. Sürəti 80 olan bir maşın 5 saatda getdiyi yolu sürəti 100 olan. Gəlin birinci bura qədər baxaq görək bu nə qədər yol gedib. Yolu tapmaq üçün buranı təmizləyək. Yolu tapmaq üçün yox da, yəni ümumiyyətlə təmizləyək. Sürət 80-i vurmalıyıq zaman 5-ə. Tapaq ki 5 saata 400 kilometr yol gedib. Ondan sonra deyir ki, həmin başqa bir maşın 100 kilometr sürətlə neçə saata gedər? Yol 400-ü bölürəm sürət 100-ə bərabər olur 4-ə. Deməli, neçə saata gedər? 4 saata gedər. Sürəti 70 km saat olan bir maşın. Deməli, bir dənə maşın var ki, bunun sürəti 70-dir. Neçə saata gedir? 9 saata gedir. Yolu tapmaq üçün 70-i vururam 9-a bərabər olur 630 km. İndi deyir ki, həmən deyir yolu, yəni yol qalır eyni 630, sürəti 25 metr böl saniyə, sürəti saniyedir, neçə saata gedər. İndi bu da 630 kilometrdir. Mən bu kilometri çevirirəm metrə. 630 kilometri metrə çevirəndə bərabər olur 630 min kilometr. 630 min metr. İndi mən zamanı tapmaq üçün 630 mini bölməliyəm 25-ə. Gəlin bölək. Deməli 630 min bölünsün 25. Böləndə eləyir deməli 25200, lakin nə eləyir? Saniyə eləyir. 25200 saniyə. Amma bizə saat lazımdır deyə biz 25200-ü bərabərdir. 25200-ü bölürük 60-a, tapırıq dəqiqəsini. Sonra təzədən bölürük 60-a, tapırıq saatını. Deməli, neçə saata gedər? 7 saata gedər. Velosipedçi 5 saat. Baxaq buna. Velosipedçi 5 saat 24 km saat 5 saat 24 sürətlə və bir neçə saatda 26 sürətlə yol gedir. Deməli 5 saat 24 sürətlə gedir. Bu bunun getdiyi yoldur. Bir neçə saat 2 saatda 26 sürətlə gedir. Bu da bunun getdiyi yoldur. Vururam yol tapmaq üçün. Ümumi 226 kilometr yol gedib. Deməli 5-i 24-ə vururam olur 120, 26-nı x-a vururam eləyir 26x bərabərdir 226. Buradan 26x bərabərdir 226-dan 120
Çıxıram bərabər olur 104-ə və x-i tapmaq üçün də 104-ü bölürəm 26-ya. O da bərabər olur 4-ə. Deməli, birinci hissədə 5 saat gedib, ikinci hissədə 4 saat gedib, ümumi nə qədər gedib? 9 saat yolda olub. Baxırıq 41-ci suala. Avtobus 360 km yolun yarısını 60 km saat sürətlə, qalan yarısını 45 km saat sürətlə getdi. Bütün yolu neçə? Yolun yarısını. 360-ın yarısı 180-dir. Deməli, yolun yarısı 180-dir. O birisi yarısı da 180-dir. Birini 60 sürətdən gedib. O birisini də 45 sürətdən gedib. Bunun zamanı tapmaq üçün 180-i bölürəm 60-a bərabər olur 3 saata. Bunun yarısını da tapmaq üçün 180-i bölürəm 45-ə. O da bərabər olur 4 saata. 3 saat, 4 saat ümumi yol neçə saata gedib? 7 saata gedib. Minik avtomobili qəsəbədən şəhərədək yolu 80 km saat sürətlə 6 saata getdi. Həmin yolu 8 saata qayıtdı. Deməli, yolun mən birinci nə qədər olduğunu tapmaq üçün 80 sürətdən 6 saat getməliyəm. Bilməliyəm ki, 480 km-dir yol. Ondan sonra qayıdarkən isə 8 saata getməliyəm. Onda mən sürətimi tapmaq istəyirəmsə 480-i bölürəm 8-ə ki, sürətimin 60 olduğunu tapa bilim. Avtomobil 3 saata 192 km yol getdi. Mən sürəti tapmaq üçün yol 192-ni bölməliyəm zaman 3-ə. O zaman taparam bunun 64 olduğunu. Deməli, sürət 64. Sürətə, avtomobil sürətinə və qatar var. Qatar deyir, qatarın sürəti və qatarın sürəti avtomobilin sürətindən 4 dəfə azdır. Yəni 16-dır. Və bu da 4 saat yol gedir. Qatarın getdiyi yol tapmaq üçün onun sürəti 16-nı vurmalıyam zaman 4-ə ki, yolun 64 olduğunu tapa bilim. Motosikletçi 60 km saat sürətlə 6 saata getdiyi yolu sürətini 30 km saat azaldaraq neçə saata gedir? Deməli, motosikletçi bir yol gedir, 60 sürətlə 6 saata gedir, ümumi 360 km yol gedir. Sonra nə edir? Bu sürəti 60 idi axı, bunun sürəti 60 idi. Sürəti 60 idi, sürətini 30 azaldır, yəni endirir nə qədərə? 30-a. Deməli, bunun təzə sürəti 30-dur. Həmən deyir, yolu deyir, nə qədər vaxta gedər? Vaxtı tapmaq üçün yol 360-ı bölməliyəm sürət 30-a ki, bunun 120 olduğunu, yox, 12 olduğunu bilim. Qırx beşinci suala baxırıq. 46-da 5 saata gedən maşın tapın. Deməli, mən sürəti tapmaq üçün 80-i bölməliyəm zaman 6-da 5-ə. Vahid kilometr saatdır, kilometr saatda soruşur. 80-i 6-da 5-ə bölmək üçün vuraq, tərsinə çevirməliyəm. 5-də 6, 80-i 5-ə bölürəm. 16, 16-nı da 6-ya vururam. Deməli, bərabər olur 96-ya. Bir maşın saniyədə neçə metr yol gedər? Mən ümumiyyətlə zamanı tapmaq üçün 4 saniyədə. Bizə deyir ki, sürət 72 km saatdır. Maşın deyir 4 saniyədə deyir. 4 saniyədə nə qədər yol gedir? Deməli, mənim zamanım 4 saniyədir. Mən bu 4 saniyəni saata çevirmək üçün 4-ü bir dəfə 60-a bölməliyəm. Bax, ya bölməkdən əlavə, gəlin belə bir şey eləyək. Belə bir şey eləyək. Bax, 1 saat dedik ki, nə qədərdir? 3600 saniyədir.
3600 saniyədir. O zaman 1 saniyə 3600-də 1. Yəni bölməliyəm 3600-ə ki, bunu saata çevirə bilim. İndi mən yolu tapmaq istəyirəmsə, 72 km saat sürəti vurmalıyam 3600-də 4 saata. 3600-ü bölürəm 36-ya qalır 100, 72-ni bölürəm qalır 2, 4-ü 4-ə bölürəm 1, 100-ü 2-yə bölürəm qalır 25. Deməli olur 25-də 2, 25-də 2 nə? Kilometr. Amma bizə metr deyir. Deməli mən bu tapdım ki 25-də 2 kilometr gedər. 1 kilometrdə 1000 metrdir. Bunun da ətəyi 1-dir. 25-i 25-ə bölürəm 1, 125-ə bölürəm 40, 2-ni də 40-a vururam. Deməli, nə qədər yol gedər? 80 metr yol gedər. Maşın 240 km yolu 6 saata getdi. Deməli, bunun sürətini tapmaq üçün yol 240-ı bölməliyəm 6-ya, bərabər olur 40. Sürətim 40-dır. Sürətini əvvəlkindən 2də 1 qədər artırır. Yəni 40-ın 2də 1 qədər artırır 20. Yəni sürət 40 idi, 20 qədər artırır, sürət olur 60. Bu ayrıca bir hissədir. 2də 1 qədər artırmanı tapırıq. Deməli, mənim sürətim 60-dır. Oldu 60. Bu yolu neçə saata qayıdar? Yol yenə 240-dır. 60 sürətdən bu dəfə gedirəm. Neçə saata qayıdaram? 4 saata qayıdaram. Daha tez qayıdaram. Mənim sürətim 30 metr bölək saniyədir. Amma zamanım 3 saatdır. Mən saatı saniyəyə çevirmək üçün 3600-ə vurmalı idim. Çünki 1 saat 3600 saniyədir. İndi yolu tapmaq üçün sürət 30-u vurmalıyam. Zaman 3 vurulsun 3600-ə. Bunu da vuranda 9, 4, 5, 9, 3, 27, 524 min eləyir, metr eləyir. Amma məndən kilometri soruşur deyə 1000-ə bölürəm əlavətən. Bu da bərabər olur 524 kilometrə. Çünki 1 kilometr 1000 metr idi deyə. Səhv vurdum deyəsəm. 324. Baxırıq 49-cu suala. Sürəti 12 km saat olan maşının 45 dəqiqədə getdiyi yolun 3də 2-si torpaq yoldur. Deməli, mənim sürətim 120 km saatla 45 dəqiqə 1 saat 60 dəqiqədir deyə, onda 45 dəqiqə 60-da 45 saat olur. Vahid saatı deyə, bunu da saata çevirməliyəm. Saat. 60-ı 60-a bölürəm 1, 120-ni 60-a bölürəm 2, olur 90 kilometr. 90 kilometr. Bunun 3də 2-si torpaq yoldur. 90-ın 3də 2-sini tapıram. 3-ə bölürəm 1, 93-ə bölürəm 30, 2-yə də vururam 60. Deməli, bunun 60 kilometri torpaq yoldur. Elə bizdən də torpaq yolu soruşur. Bu da sadədir. Mən əgər zamanı tapmaq istəyirəmsə, yolu 720-ni bölməliyəm 40-a. O da gedir yanından, olur 18 saat. Baxın, kilometr saat, kilometr saat. 51-ə baxırıq. 51-ci suala baxırıq. Deməli, avtomobil 600 kilometr yolu 5 saata gedir. Bircə dəqiqə. 600 kilometr yolu 5 saata gedir. Gəlin biz onun sürətini tapaq. Deməli, əvvəlki sürəti V-ə yazıram. Əvvəlki sürəti 600 kilometr yolu bölməliyik 5-ə. Tapacaq 120. Deməli, bu sürəti 120. Deyir ki, yolu deyir 4 saata başa vurmaq istəyir. Yəni 5 saata gedirdi. İndi isə 4 saata getmək istəyir. O zaman da 600 kilometr yolu 4 saata çatmaq üçün sürətini tapmalıyıq deyə bölməliyik 150-yə. Deməli, 5 saata gedəndə bu sürəti 120 idi. 4 saata gedəndə sürəti oldu
150. Bizə də deyir ki, sürətini deyir saatda neçə kilometr artırmalıdır? Yəni sürətini nə qədər artırmalıdır? 30 kilometr saat artırmalıdır. Baxırıq 52-ci suala. Sürəti 40 km saat olan motosikletçinin 120 km yola sərf etdiyi vaxtda 85 km saat sürətlə hərəkət edən avtomobil neçə kilometr yol gedər? Deməli, 40 km saat olan motosikletçi bu qədər yola vaxt sərf etdiyi vaxt deyir. İndi biz vaxtı tapmalıyıq. Mən zamanı tapmaq istəyirəmsə, 120 kilometr yolu bölməliyəm sürətim 40-a, tapmalıyam ki, deməli mən 3 saata gedirəm. Deyir ki, həmən deyir vaxtda 85 sürətlə nə qədər deyir yol gedər. İndi mənim vaxtım dəyişmir, 3-dür. Sürətim 85-dir. Bu sürətlə 3 saata nə qədər vaxt getdiyini tapmaq istəyirəm. Zaman 3 saata vururam sürət 85-ə. O da 16 yox, 24 15 verir 255. Deməli bu sürətlə 3 saata həmən vaxtda 255 kilometr yol gedərəm. Motosikletçi 4 saata 360 km yol getdi. Velosipedçinin sürəti motosikletçinin sürətindən 80 km saat azdır. Deməli, motosikletçi 4 saata 360 km yol gedib. Mən sürəti tapmaq istəyirəmsə 360 km bölməliyəm 4 saata, tapmalıyım 90. Deməli, mənim sürətim 90-dır. Velosipedçinin sürəti motosikletçinin sürətindən 80 km saat azdır. Motosikletçinin sürəti yox, motosikletçinin sürəti 90-dır. Velosipedçinin sürəti həmən bu motosikletçinin sürətindən 80 km saat azdır. Dəfə falan demir, ona görə çıxırıq 10. İndi deyir ki, onun sürəti bunun sürətindən neçə dəfə çoxdur? Yəni motosikletçinin sürəti 90-dır, velosipedçinin sürəti 10-dur. Həmən 90 ondan neçə dəfə çoxdur dediyi üçün nə edirik? Bölürük, deyirik ki, 9 dəfə çoxdur. 54-cü suala baxırıq. Eyni sürətlə hərəkət edən iki qatardan biri 8 saat, o biri isə 5 saat yolda olmuşdur. İkinci qatar 192 km az yol getmişsə, qatarların sürətini tapın deyir bizə. Deməli, eyni sürətlə hərəkət edən iki qatardan biri 8 saat, o biri 5 saat yolda olmuşdur. Deməli, biri 8 saat yolda olub. Sürəti nə qədər olub? Bilmirik. O birisi də 5 saat yolda olub. Bunun sürəti nə qədər olub? Bunu da bilmirik. Niyə ikisini də eyni x-dən işarə elədim? Çünki eyni sürətdədir. Ona görə ikisini də x-dən yazdım. Biri digərindən bu qədər az yol gedib. Biri digərindən o qədər az yol gedibsə, biri digərindən bu qədər çox yol gedibsə bizə deyirsə, deməli həmin vahidlərin fərqi bu az, çox o deyilən ölçü vahidinə bərabərdir. Məsələn, mən birindən 5 yaş böyüyəmsə, deməli bizim yaş fərqimiz 5-dir. Yaxud da biri məndən 5 yaş kiçiksə, deməli yenə bizim yaş fərqimiz 5-dir. Burada da deməli fərqləri 192-yə bərabərdir. Biri digərindən azdır da, yəni burada fərq eləmir. Lazım olarsa bilin ki, ikinci azdır. Bir mübtəda xəbər belə götürür. 8x-dən 5x çıxanda qalır 3x. 192-ni bölürəm 3-ə, o da bərabərdir 64. Deməli, onların sürəti nəyə bərabər imiş? 64-ə bərabər imiş. Avtomobil saatda 80 km olmaqla 5 saata getdiyi yolu geriyə qayıdarkən 4 saata qayıtdı. 80 km saatda 80 sürətlə, sürəti 80-dir. 5 saat yolda olur. Deməli, bunun yolu nə qədər imiş? 400 imiş. Qayıdarkən bu 400-lük yolu 4 saata qayıdır. Hansı sürətlə qayıdır? 100 sürətlə. Əvvəl 80 sürətlə idi, indi 100 sürətlədir. Bizə deyir, sürətin nə qədər artırıb? 20 qədər artırıb. Eyni sürətlə hərəkət edən iki qatardan biri 6 saat, digəri isə 3 saat yolda olmuşdur. Deməli, 6 saat x sürətdən gedib, 3 saat da x sürətdən gedib. Çünki eyni sürətlə deyir bizə. Cəmi 333 kilometr gediblər. Bu da elə cəmi bərabərdir 333. Çünki sürət x-i, sürət əgər x-dirsə, bunu zamana vuranda yol alınır. İki yolun cəmidir.
9x bərabərdir 333. X də bərabərdir 333-ü 9-a bölürəm olur 37. Bizdən də elə sürətini soruşur, bərabər olur 37. Hər saatın sonunda sürətini 10 km/saat artıran maşın 460 km məsafəni 4 saata getdi. Deməli, birinci saatda V sürətlə gedib. İkinci saatda 10 qədər artırıb V plus 10. Üçüncü saatda 10 qədər artırıb V plus 20. Dördüncü saatda 10 qədər artırıb olub V plus 30. Ümumi də hərəsi 1 saat olduğu üçün hətta V yazmayaq da, gəlin bunları x yazaq ki, qarışdırmayaq. Deməli, x plus 10, x plus 20, x plus 30. Ümumidə 460 km yol gedib. Bax, birinci saatda sürətin x-ini vururam zaman 1-ə, tapıram yol. Yenə vururam 1-ə, tapıram yolu. Vururam 1-ə, tapıram yolu. Vururam 1-ə, tapıram yolu. Biz bunları vurmadan da 1-ə birbaşa elə cəmləyib şeyə bərabər eləyə bilərdik. 460-a bərabər eləyə bilərdik. Toplayıram 4 dənə x. Deməli, 10, 20, 30-u toplayanda 60 bərabərdir 460. X də bərabərdir 460-dan 60 çıxıram 400. 4-ə də bölürəm, bərabər olur 100-ə. Deməli, sürəti nəyə bərabər imiş? İlkin sürəti x, yəni 100-ə bərabər imiş. Deməli, baxırıq 58-ci suala. Hər saatın sonunda sürətini 15 km/saat bir dəqiqə gözləyin, yerim dəyişim. 15 km/saat artıran sürətini 15 km/saat artırır. 3 saatdakı yolunu bizdən soruşur. Deməli, əvvəl x idi. Ondan sonra 15 artırır olur x üstə gələ 15. Sonra 15 artırır olur x üstə gələ 30. Ümumi də nə qədər olub? 360 olub. Bayaqki sualda dedik ki, biz elə birbaşa bunları toplayıb 360-a bərabər eləyə bilərik. Niyəsini də izah elədik. Çünki zaten hər biri 1 saatdır. Sürəti 1-ə vuranda zamana yol alınır deyə bu elə birbaşa bizə yolu təcəssüm elətdirir. Toplayırıq 3-ün də olur 3 dənə x. 15 ilə 30-u toplayırıq 45. Bərabərdir 360. Ondan sonra 3x bərabərdir 360-dan 45 çıxanda olur 315. Sonra x də bərabərdir 315-i bölürəm 3-ə, bərabər olur 105. Bizdən ilkin sürət soruşur. İlkin sürət x-dir, yəni 105-ə bərabərdir. Doqquzuncu sual. Nicat 60 km yol getməli idi. Səhər tezdən o 3 saat 6 km sürətlə, deməli 3 saat 6 sürətdən gedib. Ondan sonra 2 saat 7 sürətdən gedib. Qalan yolda 4 saata gedib. Əlavə də x qədər yol gedib. Ümumi yol bərabər olub 60-a. Mən zamanı vurdum sürətə yol tapdım. Zamanı vurdum sürətə yol tapdım. Burada da elə yol olaraq saxladım x. 3-ü 6-ya vururam 18. 2-ni 7-yə vururam 14. Üstə gələ x bərabərdir 60. X də bərabərdir 18 ilə 14 32. 60-dan da 32 çıxanda 28. Deməli, məndə yol bərabərdir 28-ə. Bu yolu nə qədər vaxta getmişəm? 4 saata getmişəm. Mənim sürətim nə qədər olub? Tapmaq üçün 28-ə bölürük zaman 4-ə. O da bərabər olur 7-yə. Deməli, 7 sürətdən gedib. Bir şəhərdən digərinə 70 km sürətlə hərəkət edən avtomobil 2 saat getdikdən sonra sürətini 14 km/saat azaltdı və qalan yolu 3 saata getdi. Şəhərlər arasındakı məsafə nə qədərdir? Bir şəhərdən digərinə 70 sürətlə. Deməli, əvvəl 70 sürətlə 2 saata gedir. Sonra bu sürətini azaldır, 14 qədər azaldır, 14 km/saat azaldır. Neyniyir? 56 sürətlə əlavə 3 saatda gedir. Birinci dəfədə 140 km yol gedir. İkinci dəfədə 168 km yol gedir. Şəhərlər arasındakı məsafə bizdən ümumi məsafəni soruşur. 140, 168 toplayanda verir 308 kilometr.
Velosipedçi 4 saat 60 kilometr yol getdi. Getdi. Deməli, velosipedçinin sürəti yol 60-ı bölürük zaman 4-ə. Deməli, sürət bərabər olur 15-ə. Sonra deyir, sürətin deyir 3 dəfə azaldan bir piyada var. Yəni, bu 15-dən 3 dəfə az olan. 15 çıxılsın 3, yəni sürəti 5-ə bərabər olan bir dənə piyada var ki, həmən piyada da 3 saata deyir nə qədər yol gedər? 15 kilometr yol gedər. Sürət 5-i vururam zaman 3-ə. Deyirəm ki, 15 kilometr yol gedər. Səlim 8 kilometr yol getdi. O yolun bir hissəsində sürəti 88 kilometr saat olan qatarla qatarla 88 sürətlə gedir. Ondan sonra qalan hissəsində avtobusla 90 sürətlə gedir. Qatarla 5 saata getmiş olur və avtobusla da x saata gedir. Ümumi nə qədər yol qət eləyir? 8 kilometr yol qət eləyir. 800 kilometr. 88-i 5-ə vuranda 440. Üstə gəlir 90 x-a vuranda 90 x bərabərdir 800. Ondan sonra 90 x bərabərdir 800-dən 440 çıxırıq olur 360. X də bərabərdir 360-ı bölürük 90 olur 4. Deməli, avtobusla da 4 saat yol gedib. Beş saata getməli idi. O 2 saat getdikdən sonra dayanıb 1 saat dincəldi. Qalan yolu vaxtı 5 saata getməlidir. Yəni sürəti nə qədər olmalıymış bunun 5 saata getsəydi? Bölürəm 5-ə bərabərdir 80. Sürəti 80 olmalıymış. Bax indi bu adam 2 saat 80 sürətdən gedir. Sonra 1 saat 0 sürətdən gedir. Yəni hərəkət eləmir də dincəlir. Yerdə nə qədər vaxtı qaldı? 5 saat olmalı idi. 2 saat gedib, 1 saat dincəlir. Əlavə də 2 saat yol getməli idi. Hansı sürətlə? Bilmirik hansı sürətlə. Və ümumi nə qədər məsafə qət eləməlidir? 400-ü qət eləməlidir. 400-ü 5 saatda bitirməlidir. 2-ni 80-ə vururam 160, üstə gələ 2x. Bunu 1 vuraq 0 ona görə yazdım ki, 0 sürətdə olub da, yəni dincəlib. 400 və 2x bərabərdir 400-dən 160 çıxırıq olur 240. X də bərabərdir 242-yə bölürük 120. Vaxtında çatsın deyə əvvəl 80 sürətlə getməli idisə, indi dincəldiyi üçün sürətini artırır, 120 ilə gedir. Bizə deyir ki, nə qədər artırmalıdır? Yəni əvvəl 80 idi. 80 idi, sonra olur 120. Sürətini nə qədər artırmalıdır? 40 km/saat artırmalıdır. Deməli, avtomobil 90 km/saat sürətlə 7 saata getdiyi yolu 90 sürətlə 7 saat gedibsə avtomobil, deməli nə qədər yol gedib? 630 kilometr yol gedib. Həmən deyir 630 kilometri yolu 630 kilometr yolu motosikletçi 9 saata gedir. Bölürəm 9-a ki, görüm nə qədər gedir? 70 sürətlə gedir. Bizdən elə 70-ə soruşur. Avtobus 4 saata 160 kilometr yol getdi. Deməli, bunun sürətini tapmaq üçün 160-ı bölməliyəm zaman 4-ə. Deməliyəm ki, avtobusun sürəti 40 idi. Avtobus həmin sürətlə 7 saata. Yolu tapmaq üçün sürətini dəyişmir avtobus, lakin 7 saatda yol gedir. Deməli, 280 kilometr yol gedər 7 saata da. Avtomobil yolun yarısını 60 sürətlə 8 saata, deməli 60 sürətlə 8 saata gedir. Yerdə qalan yarısını da 80 sürətlə x saata gedir. Yarı-yarı olduğu üçün bir-birinə bərabərdir. Sürət zaman hasilləri, yəni yol bərabər olacaq. O yolla bu yol bir-birinin yarısıdır deyə bərabərdir. İndi biz də 60-ı 80-ə vururam 480 bərabərdir 80x. X də bərabərdir. 480-i bölürəm 80-ə olur 6. İndi bizə deyir ki, yarısını 8 saata gedib, yarısını 6 saata, ümumi deyir neçə saata gedər? 14 saata gedər. Avtomobil torpaq yolla 80 km/saat sürətlə 2 saat. Deməli 80 sürətlə 2 saat gedib. Ondan sonra
Asfalt yolla da 90 kilometr saat gedib. Avtomobil 5 saat yolda olub. İkisin torpaq yolda olubsa, deməli 3-ün də 3 saatında asfalt yolda olub. Gəlin ümumi hesablayaq. 160, burada 270, toplayanda olur 430. Deməli elə yolun uzunluğu nə qədər imiş? 430 kilometr imiş. Maşın 400 kilometr yolu 5 saata getdi. Deməli, bunun sürətini tapmaq üçün 400-ü bölməliyəm 5-ə ki, deyim ki, sürəti 80-dir. Sonra 1/4 hissəsi qədər artırdı. Necə artırdı? Yəni, 80-nin 1/4-ni tapmalıyam. Bərabərdir 20. 80-i 1-ə vururam, 8, 84-ə bölürəm 20. Yəni, sürəti 80 idi, 1/4 qədər 20 artırır. O da bərabər olur 100-ə. İndi deyir ki, qalan yolda 3 saata getdi. Artırır, 100 sürətlə də 3 saata gedir, 300 kilometr yol gedir. Əvvəl 400 getmişdi, indi 300 gedib, ümumi 700 kilometr yol getmiş olur. Velosipedçi iki kənd arasındakı məsafəni 4 saata gedib 6 saata qayıdır. Gedərkən sürəti 12 olub. 4 saata gedir, 12 sürətlə gedirsə, deməli yolun uzunluğu 48 imiş. Həmən 48-lik yolu 6 saata qayıdırsa, mən bölməliyəm ki, görün bunun sürəti nə qədər imiş? Üzr istəyirəm, sürəti 8 imiş. Deyir ki, aralarındakı məsafə 840 kilometr olan AB məntəqələri arasındakı məsafənin avtomobil 70 kilometr saata getməli idi. Neçə saata getməli idi? 840-ı bölürəm 70-ə bərabər idi. 12 saata getməliymiş. Deyir ki, avtomobil 280 kilometr getdikdən sonra 280 necə olur? 280 bölürəm 70-ə bərabərdir, bax, belə yazıram. Bərabərdir 4 saat. 4 saat gedəndən sonra 1 saat dayanır. 1 saat boş-boş dayanır. Vur 0 yazdım. Vaxtında deyir çatmaq üçün sürət nə qədər olmalı? Deməli, 840 kilometri yolun artıq 280-in gedib. Nə qədər qalır? 560. Əlavə bu 560-lıq yolu neçə saata getməlidir? Ümumi 12 saata getməlidir. 4-1, 5 saatın sərf edib necəsə. Neçə saatı qalıb? 7 saata qalıb. Deməli, neçə sürətdən getməlidir? Qalan yolu 80 sürətlə getməlidir. Avtomobil 4 saata 108 kilometr yol gedir. Əgər avtomobil sürətini əvvəlki sürətin 3/1 qədər artırsa. Deməli, mən sürətini tapmaq üçün yol 108-i bölməliyəm 4-ə. 108-i 4-ə böləndə olur 27. Deməli, sürət 27 imiş. Deyir, 3/1 qədər artırır. Nə qədər artırır? Ona görə 27-nin 3/1-ni tapmalıyam. Yəni 9. Sürətin 9 qədər artırır. 27 üstə gələk 9 bərabərdir. Sürəti olur 36. 36. Bizə deyir ki, 216 kilometr yolu neçə saata gedər? Yol 216-dır. Sürətimi artırıb eləmişəm 36. Neçə saata gedərəm? 6 saata getmək olar. Bir maşın 600 kilometrlik bir yolu 5 saata gedir. Deməli, mən 600 kilometrlik yolu 5 saata gedirəmsə, mənim sürətimin nə qədər olduğu üçün yol 600-ü bölməliyəm 5-ə, deməliyəm ki, sürətim 120 imiş. Amma deyir ki, eyni yolu, yəni 600-lük yolu 4 saata getmək istəyən var. Bunun deyir sürəti nə qədər olar? 150 olar. Bizə də deyir ki, 120-dir, 150-dir. Sürəti nə qədər artırmalıdır ki? 4 saata getsin, 30 kilometr saat artırmalıdır. Deməli, 480 kilometr yolun 1/3 hissəsi asfaltdır. Yəni, 480-ə vururam 1/3-ə bərabərdir. 160 asfaltdır. Ondan sonra həmin 480 kilometr yolun qalanını demirəm, elə ümumidir də. 2/1-i, yəni 200, yəni 240 kilometri asfaltdır.
torpaqdır. Qalan yol daşlıqdır. Daşlığın nə qədər olduğunu tapmaq üçün asfalt yolla torpaq yolu toplayıram. Çıxıram 480-dən ümumi yolda. Qalır 80. Deyir ki, 80. Deməli, maşının torpaqda sürəti 60-dır. Hə, 240 olan torpaqdır. Bölürəm 60-a, deməli neçə saata gedib? 4 saata. Asfaltda sürəti 80-dir. Bölürəm 80-ə, deməli neçə saata gedib? 2 saata. Daşlıqda yolda 40-dır. Bunu da bölürəm 40-a, deyirəm neçə saata gedib? 2 saata. 2 saat, 4 saat, 2 saat, ümumi neçə saata gedib? 8 saata gedib. Növbəti videoda sizə qarşı-qarşıya hərəkət, eyni istiqamətdə hərəkət bu tipdə məsələlərin hər birini izah edəcəyəm.